əldə etdiyimiz məlumata görə $600,000 civarında mənə vacib alır mövsümlük. Təbii ki, niyə getsin ki? Yəni deyir ki, şərti nədir? Şamil Reydayev deyəcəkdim az qala. Ramil şeydir. Yəni bu keçən mövsümki performansından sonra ümumiyyətlə adındakı bütün hərfləri dəyişmək lazım. Yəni o qədər zəif təsir bağışladı ki, və Ramil Şeydayev yəni açığı gedəcəyi yerdə daha yaxşını edəcək performans göstərmir axı. Məsələn, Neftçidə çalışar, vuruşar, alınmaz, gedər, kiminləsə münasibətləri yaxşı olmaz, gedər. Necə ki, əvvəl belə idi, xatırlayırsansa, mövsümün əvvəlində Samir Abbasov gəlinə qədər orada bir yaxşı deyildi vəziyyət. Ramil Şeydayev, Emin Mahmudov falan, arada vəziyyət biraz dəyişmişdi. Amma fakt ki, yəni indi onun xarakterindəki problem deyil axı məsələ. Məsələ bu adam oynamır. Meydana çıxanında heç bir şey eləmir. Yəni heç bir, məsələn, futbolçu ola bilər, yəni hazır olmayasan ümumiyyətlə, yəni oyun olaraq, sistem olaraq, amma özünün fərdi keyfiyyəti ilə nəsə bir iş görələ çalışarsan. Məsələn, Emin Mahmudov hazır deyil, çıxır, amma nəsə bir toxunuşla, zərbəsi ilə, nəsə bir fərq yaradır da, yəni fərdi keyfiyyətləri hesabına. Amma yəni Ramil Şeydayev yəni topu ayağına alanda deyirsən ki, məsəl üçün də, yəni tanımasan, illərdir izləməsən, Azərbaycan çempionatına baxmasan, deyərsən ki, bu oyuncunu bunu hardan tutub gətiriblər məsələn. Yəni bu Neftçiyə layiq oyunçudur mu qardaş? Bunu kim gətirib yalandan bunu Neftçiyə belə loru dildə tutsa da sırıyıb. Bəlkə mini futbola gəlsin. Mini futbola. Siz də elə böyük futboldan yığırsınız mini futbola. Mini futbolda da oynamaq üçün qıvraq mini futbola alınmaz. İnandırım sən mini futbolda da alınmaz. Qıvraq olmaz. Qapçı dayanmaq olar o fizik göstəricilərlə. Mini futbolu görək həşərat kimi belə smakla oynamaq lazımdır, işləmək lazımdır. Yoxsa sən dayan bir yerdə top mənə gələcək, qol vurum, o ancaq bizlə oynaya bilər yəni. Bizlə. Asfarda falan. Amma yəni ona görə də klublarımız futbolçularla müqavilə bağlayanda yəni şərtləri deyək 100 ölçüb bir biçməlidirlər. Yəni sən Azərbaycan şərtlərində $600,000 dollar üstə.